Salamünaleyküm. Əsasən bizdən soruşurlar ki, bu Van Cleef-lərin daşları təbiidir yoxsa sünidir? Çünki süni daşlarda birisidə Van Cleef-lərdə istifadə olunanda bir müddətdən sonra su dəyir, sonra adicə gün düşməsindən belə kapronlarda rəng dəyişimi olur. Amma bizim Van Cleef-lərdə istifadə edəcəyimiz təbiidir. Burada bax bütün rəngləri İstanbuldan özümüz seçirik. Abi bir dənə sora bilir miyim? Bu orada rənglər hansı daş gedir? Akik. Akik. Bunlar malahit. Evet abi. Aha, bəs bunlarda nə gedir adları? Bunlar değil abi. Aquamarin diye geçiyor. Aha. İşte amatist rengi. Aha. Yine bunlar kaplan gözü. Bak bu sentetidir, bu orijinali. Ha, bizim aldığımız budur da, düzdür. Bəs bundan bir arada mən Bunlar satırdım. mesela sedeftir. Ha. Orijinal sedef. Sədəfin üst rəngi, hə bunu da bax biz gətirdik. Evet. Sədəfin bax bu rəngi. Bu blue agat. Aha. Orijinaldir bu da. Aha. Bu yine sentetik sodalit. Ha, 12'si görmədim karo Onyx olan. sədəf burada. Hə, 12'lər hə burdadır. Burada da sədəf var. Ən çox satdıqlarımız da bunlardır. Yəqin ki bizim Van Cleef-lərdə görmüsünüz. Hamısını da buradan alırıq. Burada da tam təbii daşlar mağazasıdır. Burada heç bir dənə də olsun. Kaç tane Yəni karton yoxdur.